Gəlin işıqlanma qurşaqları haqqında sizə məlumat verim. Deməli, 5 dənə işıqlanma qurşağı mövcuddur. Bura şimal tropik xəttidir, görürsünüz, bu qırıq xətt düz axıra qədər. Bura cənub tropik işıqlanma qurşağı, daha doğrusu cənub tropik xəttidir bura qədər. Burada 66,5 şimal qütb dairəsidir. Aşağıda da 66,5 cənub qütb dairəsidir burada. Deməli, uşaqlar, bax, işıqlanma qurşaqlarının sərhədlərini bu qırıq xətlər müəyyən eləyir. Baxın, burada bu tropik xətlərlə, belə qara xətlə belə çəksək, buradakinin arasındakı olan ərazilər, bax, bu tropik xətlərin arası, hamısı tropik işıqlanma qurşağı gedir. Yuxarıda isə, deməli, baxın, şimal qütb dairəsi ilə bax, burada şimal tropik xətti ilə şimal qütb dairəsi arası isə şimal mülayim işıqlanma qurşağıdır. Aşağıdakı cənub qütb dairəsi ilə cənub tropik xətti arası isə cənub mülayim işıqlanma qurşağıdır. Cənub mülayim. Yuxarılar isə bu soyuq ərazilər. Buralar da olur qütb işıqlanması, şimal qütb, aşağıda da cənub qütb işıqlanma qurşağı adlanır. Bax, burada cənub qütbdür. İndi deməli neçə dənə oldu? 5 dənə oldu. Tropik xətlərin arası tropik işıqlanmadır. Şimal tropiki ilə şimal qütb dairəsinin arasındakı bütün ərazilər şimal mülayimdir. Görürsünüz, biz də şimal mülayimdəyik bu hissədə. Cənub tropik xətti ilə cənub qütb dairəsi arası cənub mülayim işıqlanmadadır. Soyuq ərazilər isə qütb işıqlanma qurşağında yerləşir. İndi materiklərə fikir verin. Bax, Şimali Amerikadır, Avrasiyadır, Afrikadır. 2 dənə xətt kəsib, 2 dənə qara xətt görürsünüz. Bu 3 materik, bu üçü 3 işıqlanmada yerləşir. Digər 3 materik isə 2 işıqlanmada yerləşir. Məsələn, bu Şimali Amerika ilə başlayaq. Görürsünüz ki, həm şimal tropik xətti kəsir burada, həm şimal qütb dairəsi kəsir. Ona görə də deyirik ki, 3 işıqlanmadadır. Necə? Bu cənub hissəsi düşür gördüyümüz kimi tropikə, ortası düşür şimal mülayimə, şimalı da düşür qütb işıqlanmasına. Afrikanı 2 dənə tropik xətt kəsir. Tropiklərin ortası tropik işıqlanmaya düşür. Deməli, şimal tropiki ilə, bax, bu qütb dairəsi arasındakı hissəsi şimal mülayimə, aşağısı da düşür cənub mülayimə. Avstraliyaya baxaq. Cənub tropik xətti ortasından keçdiyinə görə şimalı düşəcək tropik işıqlanmaya, cənubu düşəcək cənub mülayim işıqlanma qurşağına. Cənubi Amerikada gördüyümüz kimi yuxarısı tropik, aşağısı cənub mülayim işıqlanmadadır. Antarktida materiki özü bütövlükdə cənub qütb işıqlanmasındadır. Amma burada bu yarımadanı az da olsa qütb dairəsi kəsdiyinə görə bu kiçik hissəsi düşür cənub mülayim işıqlanma qurşağına. İndi dedik ki, bax, bu 3 materik, 3 dənə böyük materik, 3 işıqlanmadadır. İndi mən birdən sizdən qəfil soruşuram ki, Atlas dağları neçə işıqlanmadadır? Mənə deyirsiniz ki, müəllim, Atlas Afrikadadır. Afrikada 3 işıqlanmada olduğuna görə Atlas da 3 işıqlanmada yerləşir. Xeyr, Atlası heç bir qırıq xətt kəsmədiyinə görə Atlas düşür yalnız və yalnız şimal mülayim işıqlanma qurşağına. Yaxud, məsələn, Madagaskar adası ortasından tropik xətt keçir. Neçə işıqlanmadadır? 2. Yuxarısı tropik, cənubu isə mülayim işıqlanmaya düşür. İşıqlanma qurşaqlarının sərhədlərini bu qırıq xəttlər müəyyən edir. Qırıq xəttlərdən bir dənəsi coğrafi obyektdən keçirsə, avtomatik 2 işıqlanmaya düşür. Bax, bu qırıq xəttlərdən 2 dənəsi bir ərazini kəsirsə, o ərazi avtomatik 3 işıqlanma qurşağında yerləşir. Məsələn, Afrika kimi. Dediyim kimi, baxın, ortası tropik, yuxarısı şimal mülayim, cənubu isə cənub mülayimə düşür. Yadda saxlayırıq, 3 böyük materik 3 işıqlanmada, digər kiçik materiklər 2 işıqlanmada yerləşir. Azərbaycan yalnız və yalnız mülayim işıqlanmadadır. Bizim qonşularımızdan yalnız Rusiya düşür, deməli, 2 işıqlanmaya, 2 işıqlanmaya, digər qonşularımız İran, Türkiyə, Azərbaycanın qonşuları, deməli Ermənistan, bunlar düşür. Qazaxıstan, həmçinin buradan su qonşularımız, Türkmənistan, Mərkəzi Asiya ölkələrinin hamısı da, yəni hamısı düşür şimal mülayim işıqlanma qurşağına. Və salam. Və desək ki, məsələn, cənub tropik xəttinin kəsdiyi coğrafi obyektlər, məsələn, deyərik ki, Ant dağları.
La Plata ovalığı, Braziliya yaylası, Kalahari səhrası, Namib səhrası, Madagaskar, Avstraliya, böyük su ayrıcı dağlar olsun. Burada Hipson, Sipson olsun. Bunların hamısı, daha doğrusu Hipson, Sipson yox. Deməli, burada McDonald's dağları. Hə, bunlar düşür iki işıqlanmaya, tropik və mülayim işıqlanmaya. Məsələn, desək ki, Qrenlandiya avtomatik olaraq deyirsiniz ki, qütb işıqlanması, aşağısı da düşəcək şimal mülayim işıqlanma qurşağına. Baxın belə, işıqlanma qurşaqları sadə bir anlayışdır uşaqlar. Bu qədər. İndi bir dənə də sizə yarımkürələri də deyim elə göstərmişkən. Yarımkürələri müəyyən edən xəttlər isə tropik və qütb dairələri deyil, yarımkürələri müəyyən eləyir ekvator və Qrinviç. Ekvator xətti, Qrinviç xətti, bir də 180 dərəcə meridian. Deməli, uşaqlar, bax, buradan ekvator xətti keçir. Ekvator kəsdiyi ərazilər düşür, deməli, necə? Ekvatordan yuxarıdakı bütün ərazilər şimal yarımkürəsidir. Ekvatordan cənubdakı bütün ərazilər cənub yarımkürəsidir. Bura Qrinviç meridianıdır. Qrinviçdən sol tərəfdəki bütün ərazilər qərb yarımkürəsindədir. Sağ tərəfdəki bütün ərazilər şərq yarımkürəsindədir. Bu söhbət 180 dərəcə meridiana da aiddir. 180 dərəcə meridian da Qrinviç kimi yer kürəsini şərq və qərb hissələrə bölür. Qrinviçdən və 180-dan bu tərəf, sol tərəf olur, demək, qərb yarımkürəsi. Mən sizdən soruşanda ki, Avrasiya materikinin qərb yarımkürəsində yerləşən əraziləri, deyəcəksiniz ki, İrlandiya, Britaniya, Piriney yarımadası, İslandiya adası və, bax bunu unudursuz, Çukot yarımadası, Dejniyo burnu. Bunlar Avrasiyanın qərb yarımkürəsində yerləşən əraziləridir. Sonra dedik ki, deməli, Afrika yeganə materikdir ki, 4 yarımkürədə yerləşir. Onu həm ekvator kəsir, həm Qrinviç kəsir. Deməli, Avrasiya 3 yarımkürədədir. Qərb, şərq, ekvatordan da yuxarıda olduğuna görə şimal yarımkürəsi. Şimali Amerika 2 yarımkürədədir, görürük. Şimal və qərb yarımkürəsi. Amma Cənubi Amerikanın ekvator kəsdiyinə görə həm şimaldadır, həm cənubdadır, həm də Qrinviçdən solda olduğuna görə qərbdədir. Deməli, bu 3 yarımkürədədir, bu 2 yarımkürədə, bu 2 yarımkürədədir, cənub və şərq. Afrika yeganədir ki, 4 yarımkürədə, Avrasiya 3 yarımkürə, Antarktidada demək 3 yarımkürəyə düşür. Çünki Qrinviç meridianı kəsir. Qrinviç kəsdiyinə görə qərb, şərq, ekvatordan da aşağıda olduğuna görə cənub. Deməli 3 yarımkürədə yerləşdi 3 materikimiz. Cənubi Amerika, Antarktida, Avrasiya. 2 də yerləşdi Avstraliya, Şimali Amerika. 4 yarımkürədə yerləşdi yeganə materik Afrikadır. Okeanlardan da Sakit okeanı görürük 4 yarımkürədə, Atlantiki görürük 4 yarımkürədə, Hind okeanı 3 yarımkürədə, Şimal buzlu okean 3 yarımkürədədir. Qrinviç kəsdiyinə görə qərb, şərq, ekvatordan yuxarıda olduğuna görə şimal yarımkürəsi. Deməli, baxın, bunları belə qeyd eləyərsiniz, bu rəqəmləri. İşıqlanma kimi də deyəndə necə oldu? 3 iri materik, 3 işıqlanmada oldu. Bura 3 işıqlanma, 3 işıqlanma, 3, 2, 2, o birisi də 2 işıqlanma. Belə.